Açılmasından heç bir ay keçməsinə baxmayaraq gördüyünüz bu kanalın 7000 abunəsi var və sizcə bu kanal hal-hazırda nə qədər pul qazanır? Kanalı nəzərdən keçirək. Bir YouTube kanalın qazancını bu üç şey təyin edir. Kanalın dili, kanalın mövzusu və video uzunluğu. Bu kanalın videoları türk dilindədir və ortalama hər videosu 10 dəqiqə uzunluğundadır. Videoların türk dilində olması qazancı biraz azaldır, amma videoların dəqiqəsi uzun olduğu üçün gəlir 2-3 qat daha çoxdur. Kanalın mövzusu ölümə aid mövzular olsa da məlumatlandırıcı, təcrübə hissi xarakterlidir. Buradan kanalın RPM, yəni hər 1000 izlənmə başı qazancın 1-3 dollar arasında olduğunu təyin etmək olar. Ortalama RPM-i 2 dollar götürək. Ortalama götürsək, kanalın hər videosu 20-30 min izlənir. Deməli, bu kanal hər videosunda təxminən 40-60 dollar qazanc əldə edir. Sən də YouTube-u doğru şəkildə öyrənib YouTube-dan pul qazanmaq istəyirsənsə, videoda yerləşdirdiyim pulsuz WhatsApp qrupumuza sən də qoşul.